Başqa önəmli bir məlumatı diqqətinizə çatdıraq, hörmətli tamaşaçılar. Ötən gün gecə saatlarında Abşeron yarımadasında yerləşən Bozdağ Güzdək Palçıq vulkanında püskürmə qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, püskürmə 6 dəqiqə davam edib və ocağın dərinliyi 3 kilometr olub. Bəli, 3 kilometr olub, hörmətli tamaşaçılar. Ümumiyyətlə, son günlər ərzində, yəqin ki, Günel, siz də razılaşarsınız, Xəzər dənizində müəyyən seysmoloji aktivlik müşahidə olunur. Bu mövzunu təbii ki, biz də gündəmdə saxlayırıq. Maraqlıdır, Xəzər öz təkanları ilə bizə hansı xəbəri çatdırmaq istəyir? Hansı xəbəri çatdırmaq istəyir? Əməkdaşımız Aysu İbrahimzadə hazırda bizimlə canlı bağlantıdadır və qeyd edək ki, onun müsahibi Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlidir. Hər vaxtınız xeyir Aysu, buyurun, eşidək sizi. Hər vaxtınız xeyir, sizi və müsahibinizi salamlayırıq. Salam Günel, salam Anar, hər vaxtınız xeyir. Siz qeyd elədiniz, mən də təkrardan vurğulamaq istəyirəm ki, son günlər Xəzər dənizində baş verən zəlzələlərlə bağlı xəbərləri tez-tez eşidirik. Elə tamaşaçıları, o cümlədən bizi maraqlandıran məsələləri indi cavablandıracağıq. Hazırda Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bizim yanımızdadır. Salam Qurban müəllim, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Təşəkkür edirəm. Bizim maraqlandıran bir neçə məsələlər var. Ümumiyyətlə, əvvəlcə onu öyrənmək istəyirik ki, son günlər müşahidə olunan artımlarda səbəb nə ilə bağlıdır? Ümumiyyətlə, hər hansısa bir narahatçılığa əsas varmı? Yox, birincisi, ayın 8-də ki, baş verdi. Bu, magnitudası 5.3 olan bu zəlzələ, bu barədə necə deyərlər, çoxlu məlumatlar, deməli, informasiyada biz vermişik. O zəlzələdən sonra 400-dən çox, artıq 500-ə yaxın demək olar ki, yeraltı təkanlar orada həmən ocaqdakı baş verib. Burada enerji boşalması gedib. Yəni, ilkin zəlzələdən sonra o ki, avtoşoklar ki, başlayıb vurmağa, biz bir neçəsini, yəni magnitudası 3-3-dən yuxarı olanları hamısını saytımızda və mətbuata ötürmüşük. Yerdə qalan o xırda zəlzələlər, hansı ki, 2-2-dən aşağı, bunlar sayı etibarca hər bir deməli bu hərəkətdə dinamik prosesdə parçalanma ki gedir. Burada enerji ayrılır və o gərginlik boşalmağa başlayır. Belə deyə bilərəm ki, həmin ocaqda gərginlik ki tam boşalmasa da xırda təkanlar olmaq ehtimalı hələ var. Elə bu gecə səhərə kimi axşam saat 9-dan səhər 9-a qədər 17 təkan yenə baş verib. Yəni o cihazlar hamısını qeydə alır. Xəzər çünki Azərbaycanın ən seysmaktiv bölgələrindən biridir. Mütəmadi olaraq burada zəlzələlər baş verir. Elə yanvar ayından götürsək 6-7 dənə magnitudası 3-3-dən yuxarı Xəzərin istər cənubunda, şərqində, şimali şərqində, şimalında bu təkanlar baş verir bir də. Yəni bunlar hamısı magnitudası 3-dən yuxarı olanları mən sadalayıram. Xırda təkanlar ki çoxdur. Əhali də təşvişə düşməsin o mənada ki, yəni nəinki Xəzərin həmin ocaqda güclü katastrofik zəlzələ ehtimalı var. Elə də Respublikanın digər bölgələrində də elə bir zona mən deyərəm ki, yoxdur ki, seysmaktiv ocaqda hazırlıq getsin və dağıdıcı zəlzələ olsun. O hiss olunan zəlzələ ehtimalı həmişə var. O da qorxulu deyil. Yəni elə böyük fəsadlar törədə də bilməz. Yəni 3 baldır, 4 baldır, 5 baldır. Bunlar hamısı normal qəbul eləmək lazımdır. Mən bunu əhaliyə həmişə müraciət edirəm ki, şayələrə də inanmasın. Oxuyuram, görürəm ki, o saytlarda güclü katastrofik zəlzələ gözlənilir, belə olur, elə olur. Onlar hamısı boş şeylərdir. Siz rəsmi məlumatdan xahiş edirəm, dinləyin və ona necə deyərlər, riayət edin. Qurban müəllim, ümumiyyətlə zəlzələ ilə bağlı məsələlər gündəmə gələndə daha çox işlədilən ifadələrdən biri də seysmoloji zonadır. Ümumiyyətlə, ölkə ərazisindəki seysmoloji zonalar hansı ərazilər hesab olunur? Yox, ümumiyyətlə bizim ərazi, yəni Azərbaycan, bu bir neçə zonalar ki var, dünyada yer kürəsini götürdükdə, bizim deməli Alp dağlarından Himalay dağlarına qədər belə böyük bir seysmik qurşaq keçir, belə deyirlər ədəbiyyatda da. Bu da ki, Azərbaycan tam özlüyü
götürdükdə seismaktiv bölgədir. Yəni burada 8-9 ballıq lokal sahələr var, hətta 10 bala kimi. Bunlar yəni ki o tədqiqatlarda göstərilir də. Amma ancaq ümumi seismik rayonlaşdırmada dediyim kimi 8-9 ballıq zonadır. Bizim deməli o illik ki hesabatlarda götürürük, o aktivlik xəritəsi qururuq ki, hansı zona daha aktivdir, hansı zona necə özünü göstərir. Misal üçün, keçən ili götürdükdə 25-ci ili götürək. 25-ci il, 24-cü ilə nisbətən deməli Şamaxı İsmailli zonası daha aktiv olub həmişə bu xəritəsi. Deməli, orada baş verən zəlzələlərin belə qəbul olunur sayıdır, orada ayrılan enerjidir. Bunlar hamısı o histogramda özünü göstərir ki, nə qədər bu zonada təkanlar baş verib il boyu o aktivlik xəritəsi oldu. Sonra şimalı deməli, şimal zonası götürdükdə, yəni Quba-Qusar zonasını ki götürürük, o Şamaxıya nisbətən, Şamaxı İsmailə nisbətən biraz zəif olub. Eləcə də şimalı qərbi Azərbaycanın Şəki-Zaqatala zonasıdır. Bunlar hamısı aktiv zonalardır. Yəni xəritədə müxtəlif cür özünü göstərir. Yəni ilbəil bunlar dəyişir. Yəni ki, yer daxilində gedən dinamik proseslərdən asılı olaraq onların o necə sıxılması, onların o gərilməsi, sonra o qradiyent zonalarında gərginlik deformasiya vəziyyətində olan o laylar ki var, onların parçalanması, ocağın deməli o parametrləri var, hansı ki ocaqda qırılıb düşmədir, qırılıb qalxmadır, ondan başqa hansı deməli tektonik qırılma boyu neçə kilometr uzunluğunda o proses gedir. Eləcə də afterşokların o sayına görə hər bir dediyim kimi afterşokda hər bir xırda təkəndə enerji ayrılması var. Bunlar hamısı cəmləşir və aktivliyi müəyyən edirik də. Yəni bu cürdə eləcə Talış zonası gördüyünüz kimi bu Talış zonasına aiddir. Xəzərin o cənubu, yəni Astara, Lənkəran zonasına daha yaxındır. Harsa da deməli Astaradan 64 kilometr, Lənkərandan 67 kilometr ocağın o yerləşdiyi, yəni baş vermiş o 5.3 o magnitudalı zəlzələnin o məsafə etibarı ilə deyirəm. O rayonlarda da dediyim kimi 3-4 bal gücündə. Yəni o da belə bir fəsad törədən deyil. Çünki əksər rayonlarda Xəzəryanı o yaşayış məntəqələrindəki hiss olunmuşdur. Çünki daha dərində olduğuna görə 70 kilometrə qədər ilkin təkanın dərinliyi, o sirkələnmə onun əhatəsi daha böyük olur dərində olanda. Ancaq yer üzündə onun intensivliyi zəif olur. Yəni fəsadları da az olur. Belədir. Qurban bəy, sonuncu sualımı vermək istəyirəm sizə. Seismoloji zonalarda tikinti işləri aparıldıqda müvafiq qurumlarla hansı işlər görülür? Bilirsiniz necədir? Biz o Fövqəladə Hallar Nazirliyi bizi ilə o hansı ki seismaktiv bölgədir, hansı ki orada deməli sürüşmədir, yaxud hər nədir, onlar bizi ilə məsləhətləşirlər bu, yəni ki seismik normalara uyğun olaraq hansı deməli zonada necə aparmaq, necə tikinti aparmaq. Yəni biz əlaqəli şəkildə bilavasitə Fövqəladə Hallarla işləyirik və onların da nəzarətindədir hər bir zona. Çox sağ olun, çox təşəkkür edirəm ətraflı məlumat üçün. Günel, Anar, bizim sizə çatdırmaq istədiyimiz informasiyalardan bu qədər. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik həm sizə, həm də müsahibinizə. Günel, indi yüngül təkanlar ola bilər hər an, dedi Qurban müəllim və düşünürəm ki, bu baxımdan da böyük zəlzələlər yəni gözlənilmir. Bu qənaətə gəldik və ümumiyyətlə indi bəzi hallarda indi ekspertlər deyirlər ki, həmin yüngül təkanlar müəyyən mənada o böyük zəlzələlərin qarşısını almaqla bizə yardımçı da olur. Yardımçı da olur. Bununla bağlı da daha ətraflı məlumatı bizə Qurban müəllim çatdırmış oldu. Bir daha təşəkkürümüzü bildiririk.